Salam, xoş gördük. Bu videonu da cücə bəsləmə haqqında çəkirəm. Çoxsu görürəm cücə bəsləməni 200 üsulla bəsləyir, sonra da tez xəstələnir, keyfsiz olur, halsızdır, xəstələndi, öldü. Beləncə şeylər çox görürəm, ona görə bunu çəkirəm. Bax, cücə bəsləmənin ən rahat yolu. Altları setka. Lazım olanda çəkdin, çıxartdın, təmizlədin, sonra yerinə. Bir də ki, bax, 15 manatdır, 13 manata, 10 manata da var. Alırsınız, işığın birini kulçatırdan, birini də ki, bu termostatdan qoşursunuz. İstiliğini tənzimləyirsiniz özünüz, ürəyiniz istəyən qaydada. Hər 3 gündən bir dərəcə istiliğini salırsınız. İlk bir həftə istiliyini salmağa ehtiyac yoxdur. Ondan sonra hər 3 gündən bir dərəcə istiliyini salırsınız. Bunlar 2 günlük cücələrdir. Bugün altlarının kardonlarını götürmüşəm. Ona görə bir balaca ürkürlər. Sabaha alışacaqlar setkanın üstündə gəzməyə. Sağ gəz görək. Siz abone olun. Mən sizin üçün bunların hamısını rahatlaşdırım. Belə olan halda nə cücədə ölüm, nə xəstəlik, mən elə heç nə görməmişəm. Bir yem başlayırsınız, o yemlə davam edirsiniz. Yemin dəyişməsiniz, temperaturun dəyişməsiniz, cücəyə heç nə olandır. Gələn videolarda biraz da əlavələr deyəcəm.